Hər vaxtınız xeyirli olsun, hörmətli tamaşaçılar, dəyərli izləyicilər. Aprel ayının 7-si həftənin çərşənbə axşamı günü 2026-cı ildə son dəqiqə bir xəbərimiz var, onu nəzərinizə çatdırırıq. Demək, atasının maşınında nəzarətsiz qalan 2 az yaşlı qəza törədib, bir nəfər həyatını itirib, bir nəfər isə xəsarət alıb. News 165 saytı Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinə istinadən bu məlumatı yayıb. Məlumatda qeyd olunur ki, hadisə paytaxtın Xətai rayonunda baş verib. Belə ki, rayon sakini İlham Qasımov Baz markalı avtomobili yaşadığı evin qarşısında sərt inişli ərazidə qapıları da açıq vəziyyətdə saxlayaraq oradan uzaqlaşıb. Bu vaxt onun 7 və 6 yaşlı övladları avtomobilə əyləşərək sürətlər qutusuna müdaxilə ediblər. Nəticədə avtomobil hərəkətə gəlib. Uşaqlar nəqliyyat vasitəsindən düşməyə imkan tapsalar da, eniş istiqamətində sürət yığan avtomobil yolda 2 qadını vurub. Hadisə zamanı piyadalardan biri xəsarət alıb, digəri isə həyatını itirib. Bu hadisə göstərir ki, nəqliyyat vasitəsinin saxlanması zamanı təhlükəsizlik tələblərinə əməl olunmaması ağır nəticələrə səbəb olur. Yol hərəkəti haqqında qanunun tələblərinə uyğun olaraq enişli yolda saxlanılan avtomobilin duracaq tormoz sistemi qoşulmalı, təkərlər təhlükəsiz istiqamətə çevrilməli, nəqliyyat vasitəsi isə qapıları kilitli vəziyyətdə tərk edilməlidir. Bu, Baş Dövlət Yol Polisi İdarəsinin açıqlamasında belə deyilir. Və o da diqqətə çatdırılır ki, nəqliyyat vasitəsinin saxlanması zamanı təhlükəsizlik tələblərinə əməl olunmaması ağır nəticələrə səbəb ola bilər. Bu baxımdan sürücülərdən məsuliyyətli davranmaları və qanunvericiliyin tələblərinə ciddi əməl etmələri tələb olunur deyə məlumatda bildirilir.